Salam, hər vaxtınız xeyir. Müəllimlə birgə tədris mərkəzinin fizika müəllimi Əhədov Eltaz. Bugün sizlərlə Newton qanunlarına aid maraqlı 3 məsələyə baxacaq. Gəlin zaman itirmədək ilk məsələnin şərtini oxuyaq. Sürtünməz üfüqi səthdə mx kütləli K cismi və mx plus my kütləli L cismi şəkildəki qüvvələrin təsiri altındadır. Və bizə də məsələnin şərtində şəkilləri də özü göstərib və bizdən görək nə istəyir. Deyir ki, cisimlərin aldığı təcillər eyni olduğuna görə kütlələrinin mx böl my nisbətini tapın. Gəlin ilk öncə burada bu nüanslara diqqət edək ki, sürtünməsiz üfüqi səth və təcilləri də özü bizə məsələnin şərtində nə deyir? Deyir eynidir. O zaman yazırıq ki, AK bərabərdir A elə. Və Newton ikinci qanundan biz bilirik ki, A bərabərdir F əvəzləyici bölək M sistem. O zaman biz K cismin təcilini tapaq. Sürtünməsiz üfüqi səth olduğuna görə yazırıq ki, AK bərabərdir. Bunu dartan həmin bu qüvvə 3F'dir. 3F bölək mx. Sonra baxalım ikinci şəklə. İkinci şəkildə görürük ki, 5F ilə sağa dartılır, F ilə isə sola dartılır. Və biz bilirik ki, əvəzləyici qüvvəni tapanda qüvvələr əks istiqamətdə olduğuna görə çıxılır. Deməli, buradan F əvəzləyici nəyə bərabərdir? 4F-ə. Və biz də yazırıq ki, AL bərabərdir 4F mx plus my. 4F ilə sağa dartılır və burada da görülür ki, sistemin kütləsi mx plus my-dir. Bizə məsələnin şərtində deyir ki, AK bərabərdir A elə. Deməli, buradan bərabərlikdən yazırıq ki, 3F bölək mx bərabərdir 4F bölək mx plus my. Burada F'ləri ixtisar eləyək və çarpaz vuraq. 3mx plus 3my bərabərdir 4mx-a. Deməli, 4mx-a. Buradan da mx bərabərdir 3my-ə. Və bizə məsələnin şərtində mx böl my istəyir. Burada da yazırıq ki, mx böl my bərabərdir. Mx-ini tapdıq 3my bölək my. Və ixtisar gedir, cavabımızı nə almış oluruq? 3. Keçək ikinci məsələyə. Buranı pozalım ki, bizə mane olmasın. Buranı da pozalım. Keçən ikinci məsələnin şərtinə. Sürtünməz üfüqi səthdə 2 kiloqram kütləli cismə 20 Newton qüvvə şəkildəki kimi təsir edir. Buna əsasən cismin təcilinin neçə metr böl saniyə olduğunu təyin edin. Deməli, biz bilməliyik ki, təcili nə yaradar? Bax, bu ən incə nüansdır. Biz bilirik ki, təcili nə yaradır? Cismi hərəkət müstəvisində paralel olan qüvvə təcili yaradır. Yəni, hərəkət xəttinə paralel olan qüvvə təcili yaradır. O zaman gəlin qüvvəni 2 proyeksiyaya ayıraq. 2 proyeksiya ayıranda həmin bu x proyeksiyasıdır, bura isə y proyeksiyasıdır. Biz dedik ki, təcili yaradan qüvvə paralel olan qüvvədir. Deməli, bizə y proyeksiyası lazım deyil. O zaman fx bərabərdir f vuraq kosinus alfa. Niyə kosinus alfa? Çünki həmişə biz demişik, bucaq olan tərəf kosinus olur. Və buradan da yazırıq ki, 20 vuraq kosinus 37-də də nə alır? 0.8. Vuraq 0.8. Bu da nə eləyəcək? 16 Newton. Deməli, bizdən nə istəyir? Təcil istəyir. A bərabərdir F. Buna biz dartı qüvvəsi də deyə bilərik, elə dartı deyək. F dartı bölək M. F dartını nə tapdıq?
16 Newton. Kütləmiz də nədir? 2 kiloqram. Buradan da cavab nə etmiş olur? 8 metr bölü saniyənin kvadratı. Deməli, cavabımız elədir 8 metr bölü saniyə kvadrat. Sonra keçək 3-cü məsələyə. 3-cü məsələdə bizdən görək nə istəyir? Kütlələri 2 kiloqram və 3 kiloqram olan cisimlər şaquli istiqamətdə təsir edən F bərabərdir 80 Newtonluq qüvvənin təsiri altındadır. Buna əsasən cisimləri bir-birinə bağlanan iptək gəlmə qüvvələri neçə Newton olduğunu təyin edin. Biz şəkilə baxanda görürük ki, bunu yuxarıya çəkən qüvvə var, daha doğrusu gəlmə qüvvəsi var, bunun aşağıya çəkən gəlmə qüvvəsi var. Bunlar bir-bir kompensasiya elədiyinə görə burada gəlmə qüvvələrin deməli sistemin qüvvəsini tapanda, yəni əvəzləyici qüvvəni tapanda nəzərə alınır. Deməli 3 kiloqramlıq cismi aşağıya bu ağırlıq qüvvəsi 30 Newtondur. Yerinə 10 qəbul etmiş oluruq. 2 kiloqram isə 20 Newtondur. Qüvvə isə 80 Newtondur. Və görürük ki, yenə də birinci məsələnin şərtindəki kimi qüvvələr əks istiqamətdə olduğuna görə F əvəzləyici nəyə bərabərdir? 80 Newtondan yuxarı 20 Newton və 30 Newtondan aşağı onda 20 minus 30. Bu da edir deməli 80-dən 50 çıxanda eləyəcək 30 Newton. Əvəzləyici qüvvə yuxarıya doğru 30 Newtondur. Biz də gəlin təcili tapalım. A bərabərdir F əvəzləyici bölə M sistem. Əvəzləyici qüvvə nə elədir? 30. M sistem isə 2 ilə 3-ün cəmi. Bu da edir 5. Buradan təcil nə edəcək? 6 metr bölü saniyə kvadrat. Deməli, təcil tapdıq 6 metr bölü saniyə kvadrat. Bizdən isə ipdəki gərilmə qüvvəsini istəyir. Bax, bunu istəyir. Bax, bu hissəni istəyir. Bu hissəni istəyirsə, Newton ikinci qanuna görə bilirik ki, əvəzləyici qüvvə hansı istiqamətdədirsə, həmin qüvvə deməli, həmin qüvvədən, yəni bu T-dən 30 Newton çıxacaq. Niyə? Çünki əvəzləyici qüvvə yuxarıya yönəlir. Yəni T 30 Newtondan böyük olduğuna görə T minus 30, daha doğrusu T minus 30 bərabərdir MA. Bunu belə yazaq. T minus MG bərabərdir MA-ya. Yəni Newton ikinci qanundan çıxan həm bu düstur. Deməli T yuxarı yönəlir. Burada görürük. MG isə aşağı yönəlir. Bu düstura görə T minus 30 bərabərdir MA. T minus 30 bərabərdir. M-miz nə edib? 3 kiloqram. A-nı da nə tapdıq? 6. Buradan T bərabərdir 18 üstə gəlir 30. O deyilir 48 Newton. Cavabımız nə eləmiş olur? 48 Newton. Növbəti videolarda görüşənə qədər sağ olun.